Dəniz günahdan xilas bəhanəsilə, mələklərin səsilə nağıl danışmaq üçün. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şair, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və aktyor Kamran Ağabalayevin iştirakı ilə qiraət günü keçirilib. Yazıçının, şairin, istənilən bir sənətkarın öz dinləyiciləri ilə, oxucuları ilə birbaşa görüşü həmişə maraqlı olursan ki, sən canlı şəkildə artıq rəyləri alırsan, hiss edirsən. Və onu da qeyd edim ki, bu Dost mərkəzində İnkişaf və Yaradıcılıq Mərkəzi ki var, uzun illərdir fəaliyyət göstərir və mən artıq neçənci dəfədir burada tədbirlərdəyəm və həmişə də bu İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin spesifik yanaşma tərzini, özünə məxsus belə bir tədbirlərini alqışlamışam. Düşünürəm ki, elə belə görüşlərin əhəmiyyəti var. Düzdür, bəzi tədris müəssisələrində falan da belə gecələr, belə günlər təşkil edilir. Amma düşünürəm ki, həssas qrup üçün sırf qiraət, həssas qrup üçün ədəbiyyatla tanışlıq bizim vasitəmizlə tanış olurlar. Mərkəzin təlimçiləri və benefisiarlarının ifasında şair İlqar Fəhminin yaradıcılığından şeirlər, musiqi nömrələri səsləndirilib. Hər bir qadın həyatının müxtəlif dövrlərini fərqli yaşayar. Öncə övlad olur, sonra böyük qadın olur, daha sonra ailə qrup ana olur və hər bəxti gətirərsə xoşbəxt qadın olur. Ümumiyyətlə poeziyanı sevməmək bu mümkün deyil. İlqar Fəhmi və Kamran Ağabalayev yaradıcılığı da ki, bu iki tandem mükəmməldir və bugünkü bu poeziya axşamı insanın ruhu dincəlir. Həqiqətən tam olaraq beynim və ruhum dincəldi. Çox böyük zövq aldım. Hər iki qonaq həqiqətən dəyərli bir qonaq idi. Əlxüsusda mən Kamran bəyin sənətindən çox maraqlanırdım. Yəni sevdiyimiz insanlardan biridir. Onunla ünsiyyətdə olmaq, onun verdiyim suallardan cavab almaq mənim üçün xoş oldu. Davamlı təşkili nəzərdə tutulan layihənin məqsədi həssas əhali qruplarından olan şəxslərin mütaliə marağının artırılması, ədəbiyyatımızın müasir nümayəndələri ilə yaxından tanışlığına imkan yaratmaqdır.